Bu günlərim sizinlə çox belə dadlı, gözəl, mövsümə uyğun heyva şirinisi hazırlayacağıq. Şəkildə bizdə hayva deyirlər. Hər dəfə deməmişdən öncə belə fikirləşirəm ki, heyva deyim yoxsa hayva deyim. Məsələn, bibar babar. Ayvazovski. Belə kəsək. 2 bölürük belə. Gördünüz mü belə? Və bunun içərisini həmən çıxardırıq. Biraz yerini çox eləyirik ki, bura sonradan alma püresi əlavə edəcəyik. Hayvaları biraz hazır elədik belə. Hayva şəkildə deyirlər. Almaları da belə soyuruq. Qabığını çox rahat şəkildə. 2 bölürük belə. Sonra bu içərisini çıxardırıq. Ya bu fransız gədə var, belə alman qabığını qaynadır, nağarır, sonra batırı çıxardır, də onlardır. Yəni baş saat çoxdur. Oqraq köpək olma. Belə. Bunları ataq bura. Hazır oldu hamısı. Və bütün hamısını atırıq, qazanda pişir, belə yumuşalacaq. Görəcəksiniz, nə çox danışım ki. Yəni, əslində çox belə asan başa gələn bir reseptdir, çox çətin deyil. Tak, bunu belə düzürük alta, ilk öncə heyvaları. Üstünə də belə yığa bilərsiniz, fərqi yoxdur, bu buxarda pişəcək. Və bu da çox içərisinin çox aromatını verəcək, belə özünün şirəsini buraxacaq. Bişirmə zamanı lazımdır sizə. Sonra atacaqsınız bunları. Üzərinə alma. Limonu belə atırıq. Belə tam şəkildə belə qalsın. Portağal, yenə də 2 bölürük. Portağalı da atırıq içinə. Bu şəkər tozunu. Deməli, burada təxminən 1 kilo 300-dür. Yəni, ürəkli olun. Yəni, yaxşılaşdıracaq bunu. Deməli, darçın çubuğu. Amma bu darçın çubuğuna oxşamır. Siz daha orijinalını alın. Və mixək. Mahnı da var. Mixəyə getdim, ləyəndə, ay mixək boynun əyəndə. Ha? Dəqiq Glintwein deyil bu. Yox, Glintwein deyil, yox, qəti. Deməli, nar şirəsi də əlavə edirik. Nar şirəsi, bunun suyu çəkmişik. Görürsünüz, bax belə. Və biraz da su əlavə edək ki, buxarlanacaq su. Və belə. Tamam. Bitdi. Deməli, bu bişirmə kağızını belə qoyuruq ki, deməli, bişən zaman belə köpüklənib, belə daşmasın, layfaq. Qoyduq belə, qoyuruq bişməyə. Təxminən 40 dəqiqə pişəcək. Getdik. Belə çox bərk qaynatmayın, belə baxacaqsınız da özünüz. Adi qazda, biraz az qoyursunuz qazda, belə yaxşı hazır olur. Belə, bu qədər. Bura getirin qoyun, buradan çəkin bura, yoxsa bura qoyun, buradan çəkin bura. Amma belə gözəl hazır oldu. Görürsünüz? Belə gözəl. Çox gözəl pişib. İnandırım, gözəl aromatı var. Mixəyin, darçının, bütün meyvələrin. Güzel, super. Birini bura qəşəng servis edəcəyik. Bura. Qoy 2 dənə edək. Və bunun almaları da içinə yığırıq belə. Mən sizə deyim, çox gözəl burada aromat var. Bu məni deyim, Glintwein isti şərabı xatırladır. Bir də bu şərab da vursaq, gözəl, yaxşı. Kölə qoymuşduq ki, soyusun. Gözəl. Aha. Qaymağı vurub, üstlərinə püstəni səpib dadına baxacağıq.
gözlərini də belə səpirik üzərinə. Və bizim desertimiz hazırdır. İndi qalır dadına baxmağa. Belə. Bəh. Görürsünüz nə gözəl pişib. Çok güzel. Bütün her şey hiss olunur. Mixək, darçın, hayva, alma belə. Limonu biraz da artıq eləmək olar. Mənim ağız dadıma görə. Və bu qədər sadə. Siz də hazırlayın. Sizdə də bundan daha dadlı alınacaq. Sağ olun, canınız sağ olsun.